Bismillahirrahmanirrahim. Həzrət Əbdüləzim Həsəni kimi İmam Zaman Əccəlallah Fərəcəş Şərifin yanında olmaq yolları. Əbdüləzim Həsəninin axır zaman əshabının tərbiyəsində həlledici rolu. Həzrət Əbdüləzim Həsəni İmam Həsən Müctəba əleyhissalamın nəslindən olan nəsəbi 4 nəsil fərqi ilə həmin imama çatan hörmətli Həsəni seyyidlərindəndir. O, dövrünün böyük alimlərindən və fəqihlərindən biri olmuş, bir neçə məsum imamla bir dövrdə yaşamış, imanını İmam Hadi əleyhissalama təqdim edərək təsdiqini istəmişdir. Həmin dövrdə bəzi Həsəni seyyidlər, Hüseyni seyyidlərə qarşı paxıllıq və önə çıxmaq istəyi ilə onların ardınca getmir, şəxsi istəklərinə uyğun davranırdılar. Lakin Həzrət Əbdüləzim bu maniyəni aşaraq Əhl-i-Beyt əleyhissalamın vilayətinə daxil olmuşdu. Onun şəxsiyyətində elə mühüm xüsusiyyətlər var idi ki, bu onu imamların yanında əziz və hörmətli etmişdi. Əgər biz də onun məqamına yüksəlmək və İmam Zaman Əccəlallah Fərəcəş Şərifin yaxınında olmaq istəyiriksə, həmin xüsusiyyətləri tanıyıb, qəlbimizdə gücləndirməli və gündəlik həyatımızda tətbiq etməliyik. Bu xüsusiyyətlər sırasında ədəb, tam itaət, hicrət, öncəlikləri düzgün müəyyənləşdirmək, maarifçilik və daxili zənginlik önə çıxır. Məhz bu xüsusiyyətlər Əbdüləzimi sadiq və etibarlı bir dost etdi. Abbasi hakimiyyəti onun İmam Hadi əleyhissalam ilə olan əlaqəsindən narahat idi. İmam onu qorumaq və gələcəkdə İmam Zaman Əccəlallah Fərəcəş Şərifin İranlı əshabları üçün möhkəm bir əsas yaratmaq məqsədi ilə Rey şəhərinə hicrət etməsini əmr etdi. Həzrət bu əmri yerinə yetirərək bütün var dövlətini, ailəsini və övladını arxada qoyaraq çətin və təhlükəli yollarla Reyə hicrət etdi. Təxminən 10 il Reydə yaşayan Həzrət Əbdüləzim həmin müddət ərzində çox mühüm fəaliyyətlər həyata keçirdi. Oradakı azsaylı şiə icmasını maarifli, düşüncəli və tərbiyəli bir cəmiyyətə çevirdi. Rey bölgəsində imamın rəsmi nümayəndəsi və vilayət sahibi kimi xalqı qeyb dövrünə və imamdan uzaq yaşamağa hazırladı. Həzrət Əbdüləzim Allahın vəd etdiyi şəkildə İrandan bir qövmün İmam Məhdi Əccəlallah Fərəcəş Şərifə yardım edəcəyi və zuhura zəmin hazırlayacağı bu vədinin gerçəkləşməsi üçün Allah tərəfindən seçilmiş bir elçi oldu. Özünü tərbiyə və cihadla Əhl-i-Beyt əleyhissalama oxşatmağa çalışan bu dəstə, daxili və xarici islahatlarla dünyanı İmam Məhdi Əccəlallah Fərəcəş Şərifinin zuhuruna hazırlayaraq və ona ilahi hökumətin qurulmasında dəstək verəcəkdir. Həsəni seyyidlərdən xüsusi bir elçi. Daha əvvəl qeyd etdiyimiz kimi, Həzrət Əbdüləzim Həsəni Hicaz və İraq bölgələrində tanınan fəqih və alim idi. Xalq arasında böyük nüfuza malik idi. Onun bir neçə imamla birlikdə olduğu barədə rəvayətlər mövcuddur. Bəziləri deyir ki, o, İmam Kazım əleyhissalam, İmam Rıza və İmam Əskəri əleyhissalamın dövrlərini də görmüşdür. Amma dəqiq olan budur ki, İmam Cavad əleyhissalam və İmam Hadi əleyhissalamın dövrlərində yaşamışdır. İmam Hadi əleyhissalamın imamət dövrü olduqca çətin və mürəkkəb idi. O, Samirrada hərbi nəzarət altında olan Əskəri məhəlləsində yaşayırdı və hərəkətləri daim izlənilirdi. İmam şiyələrlə əlaqəsini gizli nümayəndələr vasitəsilə saxlayırdı. Bu əlaqələr ifşa olunarsa, həmin şəxslər ciddi təhlükə ilə üzləşirdi. Həzrət Əbdüləzim İmam Hadi əleyhissalam ilə əlaqədə idi və bu səbəbdən Abbasi rejiminin casusları onu izləməyə başlamışdı. İmam onu qorumaq və Rey bölgəsindəki şiyələri tərbiyə etmək məqsədi ilə hicrət etməsini əmr etdi. Həzrət bu əmri yerinə yetirdi. Ailəsini geridə qoydu və ağır şəraitdə Reyə çatdı. İlk vaxtlar
bir şiənin evində gizlənərək fəaliyyət göstərdi və seçilmiş şəxslərlə qapalı şəkildə görüşürdü. Zaman keçdikcə onun fəaliyyəti genişləndi və Rey əhalisinin maarifləndirilməsinə başladı. Rey İslam dünyasının mühüm mərkəzlərindən biri idi. Buradan toplanan vergi və gəlirlər digər bölgələrə nisbətən daha çox idi və xəlifələrin daim diqqət mərkəzində idi. Reydə İmam Kazım əleyhissalamın dövründən bəri şiələr mövcud olsa da, bu şəhər hələ də əsl şiə maarifindən uzaq idi. Həzrət Əbdüləzimin bu şəhərə gəlməsi bölgənin şiə tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Fəqih nümayəndə Əbdüləzim. Əhl-i-Beyt əleyhissalamın həyat tərzi və tarixi bizim üçün birbaşa və aydın yol xəritəsidir. Bu yoldan nümunə götürməklə daha asanlıqla və sınanmış şəkildə məqsədimizə çata bilərik. İmam Hadi və İmam Əskəri əleyhissalamın qeyb dövrünə hazırlıq məqsədi ilə ciddi tədbirlər görmüş şiə bölgələrində təşkilatlanmış, bir şəbəkə qurmuş və hər bölgəyə vilayət sahibi nümayəndə təyin etmişdilər. Vilayət fəqih anlayışı hələ Peyğəmbər Salavatullahın dövrünə qədər gedib çıxır. O dövrdə də müxtəlif bölgələrə dini və inzibati məsələləri idarə etmək üçün səlahiyyətli şəxslər göndərilirdi. Ümumilikdə vilayət fəqih məsum imamın təmsilçisi olan alim və mömin bir şəxsin şiələr üzərində dini və ictimai rəhbərliyidir. İmam Hadi və İmam Əskəri əleyhissalamın dövründə bu sistem daha da mütəşəkkil və əhatəli bir formaya düşdü. Hər bölgənin əhalisi artıq birbaşa imama deyil, onun təyin etdiyi nümayəndəyə müraciət edirdi. Həzrət Əbdüləzim də Rey bölgəsinin vilayət sahibi və imamın tam etibar etdiyi müctəhid idi. Bir gün Əbu Həmad adlı şəxs İmam Hadi əleyhissalama suallar vermək üçün yanına gəldi. İmam suallara cavab verdikdən sonra buyurdu: Reydə Əbdüləzim olduğu halda bizə gəlməyə ehtiyac yoxdur. Əbdüləzim sizə kifayətdir. Bu zahirən sadə görünən, amma dərin məna daşıyan ifadə ilə İmam şiələrə mühüm bir dərs verdi. İmamdan uzaq yaşayan hər kəs bilməlidir ki, fəqih nümayəndəyə itayət, imama itayət kimidir. Qeyb dövründə hər bir mömin Kərbəla əhalisi kimi bir sınaqdan keçəcək. Əgər insan şəxsi istəklərini, zövq və arzularını kənara qoyaraq, fəqih nümayəndənin sözünə diqqətlə qulaq asarsa, yalnız imamın sadrına deyil, onun qəlbinə də yol tapa bilər.